Mən Quliyev Fazil Cəmşidoğlu, 21 yaşım var. Füzuli şəhəri işğal olunanda mən anadan olmamışdım. Füzuli şəhəri işğaldan azad olunandan sonra valideynlərimlə bir yerdə böyük məmnuniyyətlə Füzuli şəhərinə, öz vətənimizə geri döndük. Mən Bakıda yaşayanda bərbər kimi fəaliyyət göstərirdim. Bura gələndən sonra da öz fəaliyyətimi davam elətdirmək istədim. Bunun üçün də mənə avadanlıq verilməsindən ötürü Dövlət Məşğulluq Xidmətinə müraciət elədim və təlimlərdən keçəndən sonra mənə avadanlıqla təmin elədilər. Artıq 2-3 ay olar ki, mən işləyirəm, öz müştərilərim var, yəni qazancım da normaldır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin. Bugünkü gün onların səbəbinə biz burada yaşayırıq, azad, firavan yaşayırıq.